Herkese salam, kanalıma hoş gelmişsiniz kızlar. Yaxşı ki gelmişsiniz. Yeni bir vlog açtım. Bugün, yani indi bilmirəm siz hansı vaxtda izləyəcəksiniz. Hər vaxtınız xeyir olsun. Mən səhər-səhər başlatdım vlogu. Səhər yeməyimi istədim çəkim sizlərə. Çəki atmaq qərarına gəldim. Çəki atmaq qərarına deyəndə ki, 74 kilo ilə başlamışam. Düzdür, bədən olaraq belə çox görsənməsə də, belə qıraqdan baxanda çox görsənməsə də çəkim. Amma yəni özümdə şişkinlik hiss eləyirəm. Yəni artıq çəki hiss eləyirəm. Ona görə dedim biraz çox istəmirəm arxlayım. Bir 64, 65-ə düşsəm bəsdir. 10 kilo çəki. 10 kilo atsam bəsdir. O da az deyil, düzdür. Bir də ki, bunun həm sağlamlıq olaraq atmaq istəyirəm çəki, həm də ki, yəni ayağım sınandan sonra ayağımda implant var. İmplanta görə mənə həkim dedi ki, kökəlmə. Çünki ayağa yuxarı dizdən aşağı və biləkdən şuruplarla ayaq bağlandığına görə yük olmaz çox. Yəni ağırlıq olmaz. Ona görə məcbur arıqlamalıyam. Bu da bir motivasiya oldu mənə ki, yəni ki, mən özüm üçün yəni arıqlamalıyam, yəni ayağım üçün arıqlamalıyam. Deməli, aralıqlı oruc eləyirəm qızlar. Belə ölüm dietasında deyiləm. Çox su içirəm. Səhər-səhər 2 stəkan suyumu içmişəm. Yaşıl çayım yoxdur. Olsa da çox elə içə bilmirəm, güclü. Elə qara çay süzmüşəm. Xırda dilimli çörək olanda, normal qara çörəklə 2 dilim götürürəm. Bu uzun dilimli çörəkdir deyə 1 dilim götürmüşəm. Pomidordur, xiyardır, pendirdir, yumurtadır. Bu hər gün eyni olmur, dəyişir. Məsəl üçün eləyirəm az yağlı südlə, yəni yağsız südlə qirkulis eləyirəm, balla, şəkərsiz, bol darçınla. Nə bilim, yumurtanı pendirlə, zadla belə qayğanaq fason bir şey eləyirəm. O da az yağda. Belə çörəyi bir dəfə səhər yeyirəm. Günortadan sonra yemirəm. Axırıncı yeməyimə də baxır. Elə vaxt olur, vapşı 2-də yeyirəm, 3-də yeyirəm, 4-də yeyirəm. Ondan sonra heç nə yemirəm. Bir də ertəsi günə qədər. Ancaq məsəl üçün nəsə acırsam, bir şey eləsəm, axşam xiyar yeyirəm, ya alma yeyirəm, ya nə bilim, yenə yağsız südlə kofe eləyirəm, içirəm. Çay, su, kofe sərbəstdir. Amma yemək olmaz, yəni ki, axırıncı yeməyimi bitirdikdən sonra yemək olmaz. 16-ya 8 eləyirəm acılıq şeyini. Nəydi onun adı? Aralıqlı orucu. 16 saatın ac qalıram, 8 saatını yeyirəm. 8 saatını yeyirəm deyəndə ki, çox adam səhv başa düşür. Elə bilir ki, 8 saatın 8-də yeyirəm. Yox. 8 saat ərzində cəmi 2 dəfə qidalanıram. Ara öğün də eləmirəm, çox vaxt ara yemək də eləmirəm. Eləsəm də yüngülvari, bir meyvə zad yeyirəm, belə ya qatıq yeyirəm. Baxır da, hərdən birdən belə çəkib paylaşıram, ya da ki, elə bir dənə ancaq belə bir vlog çəkərəm ki, aralıqlı orucda gün ərzində nə yeyirəm. Belə bir şey də çəkə bilərəm. Əgər istəsəz, yorumlarda yaza bilərsiniz. Mən yeməyimi yeyim qəşəngcənə, sonra başlayayım ev işlərinə. Yusifi yola salmışam. Axşam yarpaq dolması eləmişdim. Yarpaq dolması buradadır. Qazı yumalıyam, dəmirləri maşına yığmalıyam. Orada da maşına yığılacaq qablar var. Yoldaşım gecə gec gəlir deyə gec yeyir yeməyini, ondan sonra yumuram qabları. Belə biraz işim var. Mən keçim yeməyimə. Mənlə bir yerdə yemək yeyən varsa sizə danış olsun. Hə qızlar, burada isə başladım üstündən səs yazmağa. Yavaş-yavaş qız hazırlıqları başlayır. Öz həyətimin yarpağıdır. Mən duzlu suda qoyuram yarpağımı. Qəşəng qaynar su eləyirəm. Az-az yarpaqları duzlu suya batırıram. Rəngi dönən kimi basıram bankalara. Qəşəng ağzını bağlayıram. Dəstələmədim qızlar. Vallahi həvəsim olmadı dəstələməyə. Düzünü desəm, başqa vaxt dəstələyirəm. Onsuz da bu belə də dəstələməyə vaxt gedir. Bunu açıb işlədəndə də açmağa eyni vaxtı sərf eləyirəm deyə. Düzün desəm, xırda iş görməyə şeyim yoxdur. Hövsələm yoxdur, onu gedim 1 saat dəstələyim, qoyum ora qırağa. Amma məsəl üçün elə olur ki, yığırıq, qonşularla oturub dəstələyirəm. Elə
Adam çox olanda rahat olur. Yəni həm söhbət edirik, həm onu dəstəkləyirik. Belə yavaş-yavaş həmişə elə olur da, birinci yarpaqdan başlanır qışa hazırlığı. Mən də başladım. Burada isə günortaya şey eləmişdim, toyuqla kartuşka elədim airfryda. Şeylədim, dolmam var idi, əslində dolma yeyilmədi. Günorta yuskabını istədi deyə bunu elədim, amma elə qoymağını çəkmişəm. Amma sonra şey unuttum. Qızarmağını unuttum, onu çəkmədim. Yiyəndən sonra yadıma düşdü ki, qızarmağını çəkməmişəm. Belə dadlı olur, qəşəng olur. Bu da evin son halı, son vəziyyəti. Nətər belə günə düşür bu ev, nətər belə olur, mən başa düşmürəm. Bir dənə gün orada bu günə düşdü bu ev. Xaldeynlikdə də bir-iki dənə şey var idi, yeyilməyən. Onlar da çıxartdım yumağa. Burada isə başlayıram yavaş-yavaş səliqəyə salmağa. Biraz səliqəyə salmışdım, sonra ağlıma gəldi ki, bunu da vloqa əlavə edeyim. Orada qabları suyun altından keçirdirəm ki, qabıyanın içine yığım. Qızlar, qabıyan haqqında da belə deyim ki, qabıyanın boş firmasıdır, seriya 4'dür. Almanya istehsalıdır. Bunlar iki cür olur. Həm Türk istehsalı olanlar var, həm Almanya istehsalı olanlar var. Mən də Almanındır. Kreditə götürmüşdüm kontaktdan. Haradasa valla qızıl zəmanəti ilə, hər şeylə bir yerdən mən 18 aylıq götürmüşdüm də 1500 ya 1400 belə bir qiymətə başa gəldim. Ayda 80 neçə manat verirdim də deyəsən. 84 manat vermişəm ayda. Çox rahat bir şeydir. Əsas da qonaq olanda ya biz xəstə olanda, bilin, bu ayağın sunan müddətdə mənə o qədər kömək oldu bu. Yaxşı ki dediklərimdən biridir də, yaxşı ki almışam. Qızlar, özünüzə yaxşılıq eləmək istəyirsinizsə, mütləq ki, hər qadının, hər xanımın evində qabıyan olmalıdır. Qıra, qızıla, paltara verilən pul, nə bilim, boşdur. Yəni bir gün taxırsan, 10 gün yatır qalır orada. Paltarı da bir gün geyinirsən, bir də görsən bayra çıxmırsan, heç geyinilməmiş şey olur, nəydi, köhnəlir paltar. Ona görə də belə əlinizdən tutacaq, qulluğunuzda duracaq bir şeylər alın, qoyun. İnşallah növbədə robot tostaran var. Biraz şeyliyim, kreditlər ara vereyim. Bir də robot tostaran alacağım. Burada isə qazın dəmirlərini də artıq qoymuşam şeyə, qabıyan içinə. Nə çox şey deyirəm, dilimə gəlir elə. Bütün dəmirlərini də qoymuşam. Qəşəngdən. Home bitkisəlin yağ çözücüsüdür bu. Düzünü desəm, qoxusu mənə çox pis təsir edir, öskürdür. Amma bitsin deyə də işlədirəm. Bunu bitəndən sonra əvvəllər cifin spreyini alırdım. İndi keçəcəm yeni ona. Sarı güc də mənə təsir edir. Bir dənə cifin spreyi mənə şey eləmir, öskürtmür də. Qalan hər hansını vurursan şey öskürdür. Belə təmizlik də ki, hər qadının evində olduğu kimi bitmək bilmir. Neynəsən də, yəni ki, bitmir. 10 dəqiqə, 15 dəqiqə sonra eyni şeydir. Yenə axşama nəsə bişirəcəm, yenə qaz olacaq, eyni. Burada home bitkisəlin yağ çözücü sildəndən sonra bir də Faberlic'in qab mayesi, qabıyan mayesi ilə üstündən keçdim ki, biraz parıldasın. Düzdür, qazım əvvəlki kimi parıldamır, artıq 5 il olur. Gözümdən əməlli başlı düşüb, bir ara görüm, qazımı da dəyişəcəm. Bu metlaqla dəzgah arasında olan plintus deyirlər də, onu da dəyişmək istəyirəm. Pis gündədir, bəzi yerlərdən parlaqlığı gedib sürtməkdən. Qazın dalında, nə bilim, rakvinanın dalında parlaqlıq gedib sürtməkdən. Belə, sonra da fikirləşirəm ki, əsas təmiz olsun, neynə parlaqlığı olmasa da olar. Bunlar da Sleepy'nin təmizlik salfetkalarıdır. Bıçaqla arasını keçirdirəm, o rezinlərin arasındakı sarılığını
götürürəm ki, təmiz olsun. Əməlli əlləşdim. Burada video tezləşdirmişəm, o qədər bilinmir. Ağzım, burnum əyilmişdi. Oranı təmizləyənə qədər bıçaq yaxşı girmirdi arasına. Çox əlimdən tutur bu salfetkalar da. Yenə deyirəm, bu ayağım sınav müddətdə belə pratik şeylər çox əlimdən tutdu mənim. İnanırsınız, şkafın üstünü də silirəm, kuxna mebelini. Elə qəşəng təmizləyir. Bunların növbə-növ olanı var. Məndə qapağı yaşıl olandandır. Burası belə hazır. Tərtəmiz. Abunə olmağı da unutmayın. Hələlik gələn görüşlərə dək.